Səni verənə şükür. Ay kişi. Ay sağ ol, sağ ol. Al. İç, iç olsun. Necəsən? Yaxşıyam ya ay kişi. Amma sən gedəndən bu evin dadı duzu da getmişdi. He. Heç belə marağı yox idi evin. Ay olmaz. Ben 5-6 günde girmiştim. Gör indi bir iki aya geçsem onda ne olur? Ha? Bir çaya. Onda mən də səndən gedərəm. He. Yoxsa adam burada ürəyi partlayır. Nətər qalaram mən burada? Olmaz. Ben burada birer işlerim vardı. Ona göre gitmiştim ben. He. Hoş şeydi. Bilirəm, ay iş dalınca getmişdin. İş dalınca gedəndə telefona niyə cavab vermirsən, hə? Və başın orada kimə qarışmışdı? Neye karışır o? Tezarbudu. Nə arvada kişi? Hay olmaz. Neye başım karışacak? İşlerim vardı. İş adamlarıyla görüşürdük, sohbet edirdik. Ona göre sana cevap verebilmirdim. Bildiğin yaman kıskanç olursan ha ben gidenden sonra. Yox, ay kişi. Ha. Yox. Ne? He, Ay, öz saçındı. ha şu özüm diyesen. Qorxdum, ay kişi. Dedim o kimin saçıdır. Bilirəm, deyirəm ki, bu Aynur ciğeri yazsın onu. O qədər hətərən danışdı ki, ürəyimə xal saldı. Aynur. He. Hoca düşmedim. Nə bilim ağzına gələn dedi, gör kişi hardadır, neyniyir, nə işlə məşğuldur. Belə mənim ürəyimə xalı saldı, oturdu orada. Düzdür, cavabını verdim, amma xal qaldı da ürəyimdə. Evet, sonra bu Aynur'un işi gücü yok değil. Ara karıştım ona meşgul değil. Sen de her adama fikir verirsen tez bozalarsan. Bildin? Sen işin çetin olur. Her şeye fikir verme. Allah kömək olsun. Elnur neydi? İşler necədir? Kızla görüşüp eləyir. Görüşmür. Niye? Elnur'da da söz. Neynəsin? Elnur'un evi yok, eşiği yok. Kızın yanında dili kısa oldu. Evlənə də bilmədi. Olmaz. Evet. Ben mədətəm. Dediğim sözün üstünde dururam. Ben gedib ev meselesini həll eləmişəm. Size sürpriz eləmək istəyirdim. Boy. Zarafat edirsən, ay kişi. Zarafat nə dayısı olmaz. Boy al, sən verənə şükür. Sağ ol, ay kişi. Sən şad xəbərdə sakit verirsən, adam bilmir, zarafat edirsən yoxsa yox. Allah haqqı Elnur eşidəcək, elə sevinəcək ki, yazıq anası ölmüş, neynəsin, atasız uşaqdır da, nə yaxşı sən varsan, vallahi eşidəndə sevinəcək. Boy sevinsin, bir de şu toya hazırlaşsın. Bildiğin- Qaçıb qıza xəbər verər. Gör nə vaxtdandır, görüşmürdülər, yazıq uşaq. Yaxşı. Ben yoldan gelmişim olmaz. Kalkıp yukarıda biraz dincimi alım. Yaxşı. Çayımı değil özümle aparırım. Neynək? Orada içerim. Yaxşı. Sən verənə şükür. Ay, Sağ ol, ay sonunda. sağ ol, sağ ol. Amma yaxşı oldu, amma yaxşı oldu. Toydu bugün, toydu bugün. Toydu bugün, toy. Sır. Ne oldu? Yaxşı, mənim üçün oyna. Hara getdi yenə? Hə? Deyirəm, hara getdi? Ay hara getməlidir? Çünki bizlə bir oturmalı damın altında da kişi xeylalıdır, bayra çıxmalıdır, getməlidir, gəlməlidir də. Şimdi daha sıxışdırma da bu qədər. Az mən harda sıxdım, Bəs neyniyim? Boş bıraxım. Boş bıraxım gedib boşulsun avara uvaraya. Sən qarışma,
Hele bax belə deyirsən ki, sonra da ağzından sözü kəlbətinlə dartıb çıxartmaq olur. Nə oldu? Bir söz öyrənə bildin? Gör kimə deyirəm, sən də bu fərasət hardaydı ki, bir söz öyrənəsən? Niyə öyrənmədim ki? Öyrəndim. Deyərsən oğlum özünə qız tapıb. Ona görə də əziyyət çəkib qızlar axtarmır ay. Qız tapır? Kimdir? Heç olmasa şəklini göstərdi sənə? Yox, ay, nə olub belə bir deyən də? Bəs nə dedi? Valla nə bilim, dedi də deyir, təzə tanış olmuşam, amma qızın xəbəri yoxdur. Necə yəni? Valla nə bilim, mən də başa düşmədim. Ha, elə istədim, öyrənim ki, nə demək istəyir. Dedi, bundan artıq söz demərəm, vəssalam, tutamam. Salam şu tamam. Mən dedim də sən heç nə öyrənməyəcəksən. İndi mən özüm geçsəydim bayaqdan hər şeyi öyrənmişdim. Bu saat elə sən gələcəkdi, qardaşım da belə açacaq sandığı, tökəcəkdi pambığı, hə? Bəs nə? Heç vaxt. Bəs nə, Tanımırsan, oğlu söz danışandır. bəs nə deyirdi? Heç nə, nə deyəcək? Deyir, belədir də, belədir. Hələ ki, bilmirəm. Mənə bax. Birdən internetdə zadda taparı yoxsa? Canım, fərqi var hardan tapır. Bu dəqiqə bütün dünya, bütün millət hamısı internetdən. Ailə qurur, danışır, söhbət edir, bir-birlərini tapırlar. Bax, indi sənə nə lazımdır? Oğlun evlənsin, ailəsi olsun, düzdür? Əlçək də, qoy kimi tapır, tapsın da. Aa. Necə yəni? Necə? Amma mənə gəlir ki, mən internetdən çox başqa şeylər şübhələnirəm. Nədən? Mənə elə gəlir ki, o qız, tapdığı qız, əslində o qızdır. Bu qız kim? Hansı qız? O qız da, belə deyim də, anacığım. Hə. Qapısına 80 dəfə getdiyi, qapısında yatdığı, evimizə gətirdiyi, maşınla vurub şülkət elədiyi. Allah eləməsin, ay qız Allah eləməsin. Mən sənə dedim də, əvvəlcədən mən hamısını hiss eləmişdim. Eybi yox, gedərəm onların qapısına, taparam, onu biabır eləyərəm. Aləmi qatıram bir-birinə. Bəli, indi hamısı çoxları elə eləyirlər də, yalandan özlərinin maşının altına atırlar, sonra da bir hoqqa çıxardırlar. Yəni, aləm qatdın bir-birinə qarışqadan fil düzəldirsən, nə olur? Biri danışırsan ki, özü bayaq dedim ki, hələsizliklə olmaz, bu şeylər normal həll olunmalıdır. Nə oldu? Gördüm. Gördüm necə gedib öyrəndin. Mən bu məsələni həll eləyəcəm, sən narahat olma. Dünya da olmuyor ki. Gördük də necə araşdırdığını. Bir şey də öyrənə bilmədim, bir düzəməlli. Get sən. Ana, əgər mən bu boyda da olsa sənin o oğlundan söz ala bildimsə, gecə-gündüz otur Allaha şükür elə. Ne oldu sorma bir oynadı. Böyle ne sevince olmasan, başa düştü işte bildik ki senin erin gelip. Ne oldu? Gelip de. Əlim gəlməyə. Məsələ onda deyil, məsələ başqa şeydədir. Hemen sevince olmasan. Gelip de, gözüm aydın, neyim gelip de. Elə sənin üçün aydındır da bala. Gəlib özünə şakirtlərlə gəlib, evin hazırdır. Ev alıb, sən də ev alıb. Ne zamanısın? Sen bak, eyvallah pardon. Ne zaman? Hardan alıb, necə alıb, nə dəxli var ki? Deyirəm alıb da, çox səsə küyə salma. Dinməcə ged o Əsmərə denən hər şeyi, tez evlənin. Bu evdəkilər bizdəki sənə ev alıb bala. Aranı vuracaqlar. Bir şey olmamış, tez evlənin. Nəsə, onun halında deyiləm. Əsmər bu, biraz yüngülvari qəza keçirdi. Əsmər, belə yüngülvari. Nə qəza, Qəza da qəza, yüngülvari qəza nətər olur. Nə bilim. Maşın vurur.
aksir deyilirdi. Aparıb evinə. Sonra nömrəsinin adını ver. Heç bir şey. Kim nömrəsini verib? Vuran adam. Kim verəcəksə olmaz. Əsmərə verib nömrəni. Hə də, Əsmərə verib. Mən də başa düşməm ki, bu nə məsələdir? Bu nə deməkdir? Gəl kömək elə, sonra nömrəni ver. Yaxşı, Əsmər niyə nömrəni götürüb, hə? Olmaz, yaralı. Onu o barədə düşündü. Əsmər. Yox, mən bu iş belə qoymayacağım. Yox. Mən gözümü çıxardacağım. Bunun ağzı hardan cırılıb ki? Gəlib Əsmərə nömrə zat verir də. Dönüşsə, başın xorabdır. Otur dinməz yerində. Cəhənnəmə, arası uyuyacaq, yaxşılaşacaq. Gedib öz başıma zibil açma. Yox. Bu başqa söhbətdir. Olmaz. Bu başqa söhbətdir. Başa düşdün? Mən sabah danışarım görüm kimdir ki, Əsmərə nömrəni zadını verir. Mən o kimdirsə qudurub. O qudurub. Nömrə zat verir. Mən bunu araşdırayım. Ağzın burnunu qanla doldum, sən də bax, yaxşı da. Üzünü zibilə salma bala. Dinməz, söyləməz, toyunu ili, evlən çıx git. Ağzın burnunu qanla dolduracaq. Get çay gətir də, sən Allah görürsən əsəbləşirəm. Get çay gətir, sözün yoxdur ki. Qurtardı sözün. Get çay gətir. Sözün qurtardı, get çay gətir. Qudurub sən ol. Əsmərə zaten nömrə zat verir. Ay Allah, bu ne gündü? Ne olur kaka? Heç nə, oradan bir dənə buz gətir. Tez buz gətir, heç nə. Ay bala, nə olub sənə? Kim səni bu hala salıb, hə? Heç nə, narahat olma, hər şey yaxşıdır. Mən yaxşıyam. Hara yaxşıdır? Nəyin yaxşıdır? Gör nə gündəsən. Ay Allah, bu nə bəd niyabət evdir. Bura gələndən başımıza gəlməyən oyun qalmayıb. Ay ana, yaxşıyam da deyirəm ki, sən narahat olma. Düz dur. Üfürürüm. Düz. Oğlum, Biraz düz. Qızım. biz bura təzə köçmüşük. Sənin kimlə nə sözün var, hə? Sənin burada kimlə düşmənçiliyin var? De biz də bilək də, hə? Ana, bax, bildin, bilmədin, nə dəyişəcək? Qarışmayın, vəssalam da, başqa heç nə istəmirəm. Necə yəni qarışmayın, nə? Mən sənin ananam, ən azından mənim bilməyə ixtiyarım var. Sən günün günorta çağı döyülüb gələcəksən, üz gözün bu halda, sonra deyirsən ki, mənim işlərimə qarışmayın. Bu necə ola bilər, hə? Deyirəm, narahat olmayın, hər şey qaydasındadır, yenə də qarışırsınız. Qaqaş, biz səni başa düşürük, narahat deyilik, yaxşı. Biz sənin ailəni, biz bilməliyik sən hara getdin, neynədin, neynəmədin, kim sataşdı, nə oldu. Bir həftə də köçmüşük, bura başımıza daha gəlməyən iş qalmadı, qaqaş. Adama bir söz demirsən. Biz də bilək də, nədir, nə deyil. Diyor ne? Bir dakika. Ben düz başa düştüm. Peki bu kızın başının altından çıkar hamısı, ha? Maşınla vurduğun kız var, ha? Onu deyirəm. Onun adamlarıdır. Dünən bilək də biz. Ha? Sen öneme cevap ver adama. Ay bala. Qorxdun, hə? Elə dıngıldadığında mən də qorxdum. Dedim, yəqin ev uçur. Nə olub? Nə səs güydü? Solmaz. Hə? Sen şirin çay eləyəndə səssiz rejimdə olur, hə? Ne olub bu sərsər əsəbi gəlmişsən üstümə? Mənə nə olub, hə? Ha. Əsəbi gəlmişəm. Nə olub? Və dünən ağzında bir ton söz danışdın. Məni belə özümdən çıxartdın, əsəblərimdən oynadın ki, kişi nə bilim hardadır, hara gedib, hansı arvadının yanına gedib. Heç gələcək kimi İraq olsun, qulaqlara qurulsun. Bəs onda bilmirdin ki, bu gün mən əsəb oyanacağam. Olmaz. Mən demədim ki 100% elədir. Dedim yəni kişi xeylağıdır da, ola bilər də, hə? Sən də şübhəyə düşmüsən, yaxşı bildim. Məndən nə şunu incirsən ki, da? Gör nə cilddən cildə giririk.
Elə bilirsən mədətə demədiyim dediklərini. Hamısını dedim. Bitti. Nə demişsin? Hamısını dedim kişiyə. Hı. Digil. Kaz deyirəm səninlə söz danışmaq olmur. Aramızda olan söhbət idi də. Sən ağzımı yerlik eləyə bilmirsən, yekə arvadsan. Gör məni necə qaynatanın yanında biabır elədin. Niyə utanıram ki? Sən deyəndə utanmırsan, mən deyəndə utanıram. Elə hər şeyi dedim, belə yaxşı elədim, əcəb elədim. Hı. Neysə, sən canın olmaz. Bu söhbətləri qoy qırağa, sən mənə də görüm. Kişi ilə elçi söhbəti haqqında danışdı. Nə deyir o? Hə, Gör danışdım. sözü necə dəyişdi. Gör nətər özünə sərf eləməyəni o yana qoyur, özünə sərf eləyəndən danışır. Danışdım. Aha. Hı. Az üzmə də ürəyimi. Az solmaz hə dediyi işə mədət 2.50 hə deyir. Hə. Nə yaxşı, lap yaxşı. İndi sən mənə de görüm, bəs bu oğlanın anası nə deyir? Xəbər göndərsinlər də haçan gəlirlər, neynirlər bizi işimizi bilək də, avara qalmayaq da belə. Oy, sən soxlay Allah. Avara qalmayaq sən. Hadi. Az bank müdürüsən, avara qalasan. Oy, az vur tut, 2 cüt bir tek boş qap yuyacaqsan ya yox. Nəyə avara qalacaqsan? Olmaz. Hə. Axır sözləri nə oldu bunların? Gör nə ələyə düşüb ey. Nə olub az qız uşağının anasısan. Bir ağır otur batman gəldə. Gələcəklər. Danışdım arvadla, dedi bu gün də sabah da gələcəyik. İndi dəqiq vaxtını gözləyirəm də. Nə vaxtı desə deyəcəm. Qorxma. Vay atandan. Bu arvad indidən belə eləyirsə Allah bunun sonrasından saxlasın. Bəs bunlar nəyin də özlərinin dağ başına çəkib qoyublar? Kim niyə bunları belə naz eləyirlər bizə? Hə, xeyir olsun, az olmaz. Buna bax yaz. Hə. Bilmirsən kimdir? Ondansa get o qızını qoy qarşına. Denən özün adam kimi aparsın gəlib gedənin yanında. Eşitdiyin qudurub eləməsin. Sən narahat olma. Mən qızla danışmışam. Nə lazımdırsa da hamısını başa salmışam. Hə. Ağıllı başlı olsun da deyirəm yəni. Yəni. Nuş olsun. Şeker tutarsan az iç. Gel baba gel. Gel. Hoş geldin sen. Gel. Geç. Esmer de içeride. Çox sağ ol. Sağ ol. Sağ ol, sağ ol. Salam Məleyküm. Aleyküm salam. Necəsən? Yetərsən. Yaxşıyam, sən necəsən? Şükür. Belə qonaq həmişə belə ayaq üstə saxlayır. Bir demirsən bir gəl otur, əyləş, çay verin, bir çay içəsən. Özünü niyə uşaq kimi aparsan? Gündə 3 dəfə gəlib getdiyin ev deyil, otur da. Yaxşı, yaxşı. Səndən bir şap xəbərim var. Eşidən kim uçacaqsan göyə. Nə xəbər? Ev almış. Mədət bizə ev alıb. Nə oldu? Qaşqabağın yerindən gedir. Sevinmirsən, hə? Deyirəm ki, ev alıb bizə, ev. Bir dənə qaldı, turba salmışdı. Nur, düzü mən bu dəqiqə o ev haqqında fikirləşmirəm. Əsmər, sən yəqin mən düz başa düşmədin. Deyirəm ki, bizə ev alıblar, o boyda evi padarka eliblər bizə. Sən nə danışdın, mən bilmirəm. Sən nəyi başa düşmədin sən? Uşaqsan sən, bilmirsən nə deyirəm, ev. Gözümün ikisi də aydın. Deyirəm, istəmirəm də, hazır deyiləm hələ. Sən hara tələsirsən? Əsmər, deyirəm ki, ev alıblar bizə, bir dənə toyu təyin eləmək lazımdır. Vəssalam, şu tamam, sən nə danışırsan, sən başın işləyir, nə danışırsan. Deyirəm, ev alınıb, sən bu da nə deyirsən, sən?
Sən niyə özünü azad çəkirsən? Mən bilmirəm. Nə fikirdəsən sən? Mən niyə naz eləməliyəm? Mən başa düşmürəm. Uşaq zadam. Nə ağzıma gələn danışırsan? Hə. Özgə vaxtı belə fikirdə deyildin. Nə oldu sənin fikrin dəyişdi? Kim fikrimi dəyişdirdi sən, hə? Hə? Bax, sənə axırıncı dəfə deyirəm. Danışıqlarıma fikir ver. Sənin qabağındakı uşaq deyil, o bu deyil. Deyirəm, istəmirəm, vəssalın, uzatma söhbəti. Yo, sənin fikrini dəyişdiriblər. Sən belə fikirdə deyildin. Yo. Hikmət, Aysel düz deyir. Cavab ver də. Aysel, siz niyə mənim işimə qarışırsınız? Dedim ki, bu məsələ ancaq mənə aiddir. Qarışmayın da, niyə qarışırsınız? Niyə uzadırsan bu qədər? Ancaq sənə məxsusdur bu söhbət. Hər şey sənə məxsusdur. Bəs biz sənin üçün narahat olmayaq, hə? Bax, səni bu vəziyyətə qoyub, biz nə bilək o kimdir? Bilməliyik, maraqlanmalıyıq, tanımalıyıq. Anam düz yerdə narahat oluruq da. Bir də bilək o qızın işləridir, hə? 100% o qızın işləridir. Dinəndə niyə demirsən? Şimdi mən bilirdim də. Mən bilirdim ki, bu işin quyruğunda bir bəla var. Gördün? Yaxşı qızdı. Gördük yaxşı qızın axırını. Üstünə adamlarını töküb gəlmişdi. Yox, bir nəfər gəlmişdi. Ağzı burnunu qırıb həyatı başa salıb yola saldı. O qızın evinin yerini mənə de. Desən də deməsən də gedib onu tapacam. Lazım gəlsə evin yəsinə zəng eləyəcəm. Ondan soruşacağam. Mən bu işi belə qoymayacağam. Dayan. Heç kim heç yana gedən deyil. Bax, mən sözümü dedim. Bu mənim məsələmdir, qarışmayın, vəssalam. Nə qədər olacaq sənin işinə qarışmaya. Axır belə olur da sənin işinə qarışmayanda. Bir bilməliyik də, adam adamı vuranda bəyəm adama belə eləyirlər. Bilməmsən maşınla vurmusan, onda cavabı belə olmalıdır. Gör nə günə qoyublar səni. Yəsiz atsan bir gedək onunla bir danışaq, bir yerlərini göstərək onlara, bilsinlər də yerlərini də. Neyirsən? Yiyəsiz görüblər də bunu. Bugün bunu eləyən Allah bilir sabah nə eləyəcəklər. Mən bu işi belə qoymayacağam. İnanırsan mənə? İndi görərsən. Harı ki? Heç kəs Hə. mənim söhbətimə qarışmasın. Mən sözümü dedim. Vəssalam, uzatmayaq. Sağ ol. Ay qız. Bu uşaq başına yenə belə açılır. Gedək dalınca. Gedək. Əsmər, deyirəm ki, nə lal oturub danışmasan, sən bir danış da, bir danış. İstəmirəm danışmaq. Məcburam danışmağa. Nətəyən istəmirəm, mən başa düşmürəm. Sən ya məni başa düşmürsən, ya da ki, mən səni düz başa salamıram. Deyirəm ki, Mədəd ev alıb bizə, ev. Ha, istəmirdinsə, mən niyə gedib ev aldırırdım, hə? Niyə özümü biabır edirdim, başa düşmürəm, hə? Sən bir ağlıyı başlayıq, bir də belə fürsət hələ düşməz, başa düşdün, nə demək istəyirəm? Mədəd xəsisdir. Ondan ki, ev alınırsa, vallahi möcüzədir. İndi kişi bizdən toyun vaxtını istəyir. Vaxtını istəyir. Başa düşürəm. Deməli, qurduğun bütün bu həngamə evə görədir, hə? Sənə ev almaq lazımdır, evlənmək yox. Hə, sən öz tərəfivə çevirmə. Sən öz tərəfivə sərf edən sözü alma. Mən deyirəm ki, toyun vaxtını istəyir Mədəd kişi. Anlayırsan, başa düşürsən, hə? Mən də sənə deyirəm ki, hələ hazır deyiləm. İstəmirəm, məni məcbur eləmə. Bilirsən nə var? Başqa sözün yoxsa çıxıram yuxarı uşaq acdı. Əsmər, anan yaxşı, atan yaxşı. Solma sənə qurban olsun. Sənə deyirəm ki, kişi ev alıb, Mədəd kişi ev alıb. Evi, bağ-bağatlı ev alıb, əlimizdən çıxmasın. Sən indi bilirsənmi ki, o evə görə neçə dənə göz tikilib ona, hə? Bir dənə fikrim dəyişdi, cumacaqlar o evin üstünə. Sən bir ağlını yığ da, sən başın xarabdır, bir düşün də, bir bil də, gör nə deyir də mən. Göreyim. Görürsənmi? Gör mən necə vaxtında səni tanıya bildim. Eşi, evə görə mənlə evlənən adam ev alandan sonra məni həmən dəqiqə boşayar. Mənə lazımdır bu evlilik. Deyirəm, istəmirəm. Fikrimdə yoxdur. Başqa sözün yoxsa dur. Dur, çıx get, gözüm görməsin səni. Mən bilirəm sən niyə belə danışırsan, niyə belə fikirləşirsən. Mən bilirəm. Ona görə ki, oğlana sən nömrə vermişsən, nömrə.
Ona görə də bax belə fikrini dəyişmirsən. Vəssalam şu tamam. Elə mən yaxşı eləmişəm, elə onun burnunu vurub ağzını əz. Kimin? Kimin burnunu əzmisən? Əsmər xanım. Nə belə narahat oldun Hikmət müəllim üçün? Sən onun üstünə getmisən, hə? Sənə kim ixtiyar verib ki, onun üstünə gedəsən, hə? Kimsən sən? Yaxşı eləmişəm. Əcəb eləmişəm. Əcəb eləmişəm. Elnur! Elnur, buraya gəl görəm! Elnur! Az da bəsdir. Düşmən malı deyil. Oy. Bay. Sabahınız xeyir olsun gözəl qızlar. Kimin qeybət edirsiniz? Bir də mənim qeybətimə gəlirsə, sizdə var axı elə şeylər. İclasdır. İclası açıq elan eləmisiniz. Nə məsələdir belə? Bir sənə nərmiş. Ay son elçiləri gələcək axı. Ha, elə sonmaz ama onu danışırdıq. Deyirəm ki, ay Nərminə, görsən də qapı 5 dəqiqə boş qalmır ha. Elçinin biri gedir, biri gəlir. Biri gəlir, biri gedir. Sən görəsən inşallah, ay Nərminə. O elçilər sənə görə gəlib getmir. Görüş bir ağzını alıb deyirmi ki, sağ olsun Solmaz, Solmazın hörmətinə, izzətinə. Gəlir qapıma elçi. Yoxsa o ağıllı, gözəl göyçək qızıva aşıq olub elçi bərdənəyinə düzülməyib. Solmaz sağ olsun. Ne sağ olsun Solmaz? Deyirəm ki, qızı razı sala bildiniz. Bax, keçən dəfə kimi eləməyin ha. Bu dəfə qızı doğrudan gəldilərsə ver getsin. Bildin? Keçən dəfəki oyunu çıxartmayın da. Bu onun tayı olmasın. Yox, ay qız, yox. Keçən dəfəkilər adam idi bəyəm, ay qız. Onlar heç bizim tayımızda deyildi axı. Ne belə ki, baxıram bu Solmazın qohumları ki var. Hə, bunlar elə bir ki, biraz bizim tayımızda da uyğunlaşırıq. Hə. Ona görə deyirəm ki, elə qoy Solmaz nə deyirsə, o olsun da. Hə, Sağ olsun da Solmaz xalalı. Vallahi sağ olsun. Axır vaxtlar elə gözəl işlər görməklə məşğuldur. Hə, sümüyümüzü atmır ha. Elədir. Sağ olsun vallahi. Hə, yox. Bunlar o ailənin tayı deyil. İngilis dili müəlliməsi deyil. Bunlar belə dağdan ağır adamlardılar. Bax, sənə də aiddir, qızıma da aiddir. Özünüzü abırlı, hayalı belə dinməz, söyləməz aparın, ha. Bax, bunlar mənim xatirimə gəlir bu evə. El olsun ki, məni qohum əqrabanın içində yerə soxmayın. Sağ ol, ay Solmaz. Sən də sağ ol. Deyirəm, Allah səndən razı olsun. Vallahi sən ki bu yaxşılığı edirsən, Allah səndən razı olsun. Tək ki bu iş alınsın. Alnar. Hə, Alnar. mən də sənə bir yaxşı, xeyirli bir iş görərəm sənin üçün. Hı? Lazım deyil, çox sağ ol, payın artıq olsun. Elnur'un sesi geldi. Ne olub ki? Hə. Səsi batmışın səsi gəlirdi. Cəhənnəm oldu, getdi. Ne olub yenə? Ne deyirdi sənə? Mənə heç nə demirdi. Dünən məni gətirən oğlan Hikmət. Gedib onu tapıb döyüb. Ay Allah, biabır oldum mən o adamın yanında. O Hikmət'i hardan tapıb ki, tanıyırdı onu? Yox, tanımırdı. Nömrəsi məndən aldı. Göyündə öz aləmində qısqanır da. Utandım, öldüm, yerə getdim. Deyirəm, bəlkə zəng eləyim, hə? Nəyə zəng eləyirsən sən ki? Zəng eləyib nə deyəcəksən ki? Yox, zəng eləməyin. Lazım olsa da öz zəng eləyərsən. Yox, belə sakit oturmaqda olmur axı. Sonra o da elə bilər ki, mən öyrətmişəm.
bilmirəm, gecə gedib, ya gündüz gedib, bilmirəm. Aləmi qatıb bir-birinə əclaf. Ya, bu mənə lazım idi. Yox, belə dayanmaq olmaz. Deyirəm, bəlkə zəng eləyim, bir üzrxahlıq eləyim, hə? Ay qız, nə oldu be sənə? Sən niyə belə həyəcanlısan, belə gərginsən? Olub da nə böyük iş olub ki, Batumla. Elnur az idi bu hikmət də hardan sıxılan bilmir. Salam aleyküm. Aleyküm salam. Sənə deməmişəm gəlmə bura. Qardaş, Əsmər xanım evdədir, təcili görməliyəm. Əsmər xanımın indi işi var. Sən də yaxşı olar ki, hər dəqiqə bura gəlməyəsən. Yox, qardaş, siz məni düz başa düşmədiniz. Mən bura pis niyyətlə gəlməmişəm. Həqiqətən Əsmər xanımdan təcili işim var, onu görməliyəm. Salam Əsmər xanım. Salam Hikmət. Siz burada nə edirsiniz? Əsmər xanım, sizlə təcili işim var. Ayaz, icazənlə. Buyur eşidirəm. Bir də salam. Necəsiz Əsmər xanım? Əslində sizə görə çox narahat idim. Dünən də zəng eləmədiniz, lap narahat oldum. Yox, narahat olmayın, yaxşıyam. Burada niyə qalmısınız? Gəlin də keçin içə. Yox, çox qalmayacağım. Sizə sualım var, amma bilmirəm nə dərəcədə doğru olar. Elə bir sən yazıq sifət alacaqsan, sənə yazığım gələcək. Sən elə bir səhv eləmirsən ki, o heç kim sənə bağışlamaz. Ondan sonra ayağını sındırırsan, oturursan xarabanda. Otaqdan bayıra da çıxmırsan. Boy, bizə gəlirsiniz. Gəlin, gəlin, gözümüzdə yeri var, gözləyirik, gəl. Yenə oğlan gəlir, hə? Baxan deyirəm sənə. Mən bir də heç kim qabağım çıxmayacaq, biləsən. Ay qız, nə istəyirsən mənim oğluma? Nə vermirsən ala bilmirsən? Əsmər deyir. İndi deyir ki, mən hələ evlənmək barəsində düşünmürəm. Nə olur? Son.